Hər kəsə salam qızlar, necəsiz? Sabahınız xeyir. İndi durmuşam yuxudan. Neçə vaxtdır vlog çəkmirəm. Çünki səbəbi hava mətbəx idi. Başım buralara qarışmışdı. Düzdür, tam hazır deyil. Burada qapaq qalıb. Peçkanın yeri boşdur. Peçka almamışıq hələ çünki. Burada mebel yığılacaq. Və burada bir xorjudur. Baxın. Tez bazar burada əl gəzdirim. Sevgimi çıxmalıyam. Gördüyünüz hamısı bulaşıq paltardı qızlar, hamısı. Bunlar hamısı yuyulacaq. Allah mənə səbir versin. Qızlar, bafuri işlədim. Yəni ilk dəfə işlədirdim. Nə 2-3 dəfəsini yuyumuşum. Çox qəşəngdir də, dəhşət qəşəngdir. Bunu atın, başqa içine atmayın da. İndi isə qızlar çay qoyuruq. Qızlar, neçə vaxt evdə təmir getdiyi üçün paltar yuvamız işləmirdi də. Ona görə hər yeri paltardı. Axşam da yoldaşım biraz yemək izah deyib qalıb burada hər şey. İndi buraları yığışdırıb zavtırıq hazırlayıb evdən çıxacağım. Bunu taxmadım qızlar, çünki bunun burasından buxar var orada mebelin üstünə. Bu mebel buxarı bular deyə qorxum. İndi isə baxaq görək səhər yemək üçün nə götürək. Mən sizə yeməyəcəm. Mama yiyəcək. Burada pendiri var onun. Bir qaymağı var. Başqa. Yağ götürüm bir də. Evdə axşamdan çörək qurtarmışdı. Belə bir çörək alıb aparım qoyum evə. Sonra çıxıram. Yol üstü səhər yeməyimi də yeyə gedirəm alış-verişə. Əslində qızlar, ev üçün alış-veriş eləyəcəkdim, yəni evin yaxınlıqlarında olacaqdım. Burada 1 manatlıq mağazaları gəzirik. İstədiyimi yarısını tapdım, aldım, yarısı qaldı. İndi gedirik başqa mağazaya görə. İndi gedirik evə. Buna baxın qızlar. Hay, başım mən boydadır. Dəhşət çox yükəldi. Ay. İnəklərin içində böyümüşəm, o inəkdən qorxuram. Burada isə qızlar sizə aldığım məhsulları göstərirəm. Belə bir çay tökmək üçün bir şey aldım. Mətbəx üçün. Belə bir ədviyyat qabı aldım, amma bunu heç sevmədim də. İşlədəndən sonra xoşum gəlmədi. Özdə ikisini almışdım. Bir dənə çırpıcı aldım və daha sonra gördüm ki, evdə var imiş. Gördüyünüz kimi 2 dənə almışam. Ən azından için qaşıqlarını işlədərəm. Xırda ədviyyatlar tökmək üçün belə duz qablar aldım. Məsələn, duz üçün istifadə olunur, amma mən ədviyyat qabı aldım. Mətbəxə qoymaq üçün belə bir gül almışdım. Sonra ramka almışdım evə şəklimizi qoymaq üçün. Zibil paketi. Məncə marketlərdən daha ucuz olur. Bu isə tripoddur. Sizə üçün videolar çəkmək üçün almışdım. Və daha sonra belə saxlama qablar aldım. Keçən dəfə 2 dənəsini almışdım. Bunun çox qəşəngdir, az yer tutur. Və ev üçün əşyaları qızlar Faberlikdən aldım. Yəni istifadə elədim. Çox keyfiyyətlidir. Həqiqətən market qiymətindən ucuzdur. Məsələn, qab yuyan kapsul olsun, paltar yuyan kapsullar olsun. Yəni çox qəşəngdir. Həm ətirləri gözəldir, həm keyfiyyətləri gözəldir. Yəni burada işləmirəm ha. Prosta ki, yəni özüm üçün alış-veriş edirəm ev üçün. Bəzi kosmetikaları falan da mən Faberlikdən alıram. Bu gördüyünüz üz patçı üçün ayrı bir shorts videosu çəkmişəm. Həqiqətən də çox gözəl bir şeydir də. Aldıqlarımı aparım, yerləşdirim. Özüm üçün mənə bir konfe hazırladım. Baxın, buralarda yığışdırmışam. Qabları yumuşam. Bu dəsmalları persona atacam. Çox çirkləniblər ya da zibilə. Qazın da üstünə də silməmişəm. Birazdan silərəm. Videoyu sonuna qədər baxdığınız üçün çox sağ olun qızlar. Həqiqətən bu aralar vlog çəkə bilmirəm. Çünki başım qarışıqdır. Amma sizin üçün çoxlu videolar çəkəcəm. Sağ olun.